Əmək haqqının verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Bu, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Doğru Xəbər Azərbaycan bildirir ki, layihəyə əsasən işə götürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borclu olacaq. İşin bərabər dəyərli olması, əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işə götürən tərəfindən müəyyən ediləcək. Qeyd edilib ki, Əmək Məcəlləsində dəyişiklik edilərək işə götürənlərin bərabər əmək haqqı təmin etmə öhdəliyi konkretləşdirilir və əmək haqqı sistemində cinsə görə ayrı seçkiliyin qarşısının alınması gücləndirilir. Belə ki, məcəllədə işə götürən vəzifələrini nəzərdə tutan 12-ci maddənin G bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.